Uzğun ölkəmizin ən iri qarğa kimisidir, ən ağıllılarından biridir. Qeyd etdim ki, ümumiyyətlə qarğa kimlərinin 7 yaşındakı uşağa bənzər ağıl səviyyəsi olduğu düşünülür. Qarğaların sayının artmasına gəldikdə bunun çox bəsit bir səbəbi var. Biz insanların sayı artıb şəhərdə və ətrafında biz zibillər tullayırıq və üstü açıq zibil qabları var. Mən ötən il Xorvatiyada BirdLife International-ın partneri olan bir təşkilatda bu mövzuda işləmişik və onlar araşdırıb ortaya çıxarıblar ki, əslində qarğaların belə deyək, şəhərdə yayılmasını qarşılamanın çox bəsit bir yolu var. Zibil qablarının qapalı olmalı. Yəni onlar asanlıqla biz şəhərdə bu gün parklarda görə bilirik. Onlar zibil qablarının ətrafında çox yəni yayılırlar və oradan hətta bir video yayılmışdı bulvar ərazisində, xatırlayırsınız, o zibil qabından o paketi çıxarıb, polietilen paketi çıxarıb onun içindəki çipsləri yerə töküb yeməyə başlamışdı. Bu da əslində qarğaların nə qədər ağıllı olduğunu göstərir. Onlar artıq adaptasiya olublar ki, biz insanlar belə deyək, mükəmməl bir qida təmin edən canlılarıq. Onların heç bir əziyyət çəkməyinə ehtiyac yoxdur və onlar bir yerə yığışaraq burada yaşayırlar. Sizin bayaq dediyiniz badamdar zonasında təxmin edirəm ki, onlar zağcadlanan qarğalardır. Onlar əsasən əkin sahələrində olur. Mən onları daha çox Elmlər Akademiyasında, xüsusən Bakı Dövlət Universitetinin ətrafında görürəm. Axşamlar, qış vaxtında onların çox böyük dəstələri uçur. Amma bayaq qeyd etdiyim kimi bu insanlarda belə bir təfəkkür yarada bilər ki, onların sayı artır, digər canlılar zərər verir. Amma elmi araşdırma göstərir ki, bu doğru deyil. Və çünki qarğalar burada dediyim kimi zibillə qidalanırlar və digər quşlar o qədər də ovlamırlar. Və ümumiyyətlə bayaq verdiyim misalda kimi onu araşdırıblar ki, qarğaları bir ərazidən çıxartmaq belə digər quşların sayına kömək eləmir. Yəni əslində bunlar bir-birinə əlaqəli olsa da artıq biz insan faktorundan, yəni qarğaların sayının artmasının səbəbi biz olmuş. Xeyr, artıbsa digər quşlar yox, yəni.